Salam uşaqlar, hər vaxtınız xeyir. Bu gün maraqlı bir düsturun isbatını təqdim edəcəm sizə. Deməli, 10-11-ci siniflər trigonometriya bəhsindən bilir ki, məsələn, belə bir məşhur misal tipi var. Y bərabərdir A vurulsun sinus x, üstə gəl, çıx, B vurulsun kosinus x. Gəl, sadə olsun deyə biz bunu lap üstə gəllə göstərək. Üstə gəlsin B cosinus x tipli funksiyaların qiymətlər çoxluğu, yəni y-in ala biləcəyi qiymətlər mənfi kök altında a kvadrat üstə gəl b kvadratından müsbət kök altında a kvadrat plus b kvadratına qədərdir. Yəni tutalım y bərabərdir 3 sinus x plus və yaxud minus 4 cosinus x tipli misal verilsə, bu funksiyanın qiymətlər çoxluğu, yəni y-in ala biləcəyi qiymətlər mənfi kök altında 3-ün kvadratı üstə gəl 4-ün kvadratından, kök altında 3-ün kvadratı plus 4-ün kvadratına qədərdir. O da eləyir mənfi 5-dən 5-ə qədər. Amma gəlin bunun isbatına baxaq ki, bu hardan alınır. Deməli, isbatında nə edəcəyik biz? Deməli, y bərabərdir a vurulsun sinus x üstə gəlinsin b vurulsun kosinus x. Uşaqlar, bax bu ifadəni, yəni bu funksiyanı kök altında a kvadratı plus b kvadratına bölüb və vururlar. Yəni ki, 1 deməli, kök altında a kvadratı plus b kvadratına bu ifadəni vururuq, həm də biz bunu bölürük. Yəni yazıram 1 bölünsün kök altında a kvadratı plus b kvadratı a sinus x üstə gəlsin b kosinus x. Bu da təzədən bərabərdir. Birinci ifadə qalır təbii ki. Yəni kök altında a kvadratı plus b kvadratı olduğu kimi qalır. Bu ikinci ifadəni mötərizə içərisindən vururuq. Olur belə. A bölünsün kök altında a kvadrat üstə gəlsin b kvadratı vurulsun sinus x. Üstə gəlinsin b bölünsün kök altında a kvadrat üstə gəlsin b kvadrat vurulsun kosinus x. İndi burada maraqlı məqam nədən ibarətdir? Bax, burada diqqət edirsinizsə, elə bil mötərizə içərisində olan ifadələrdən a bölünsün kök altında a kvadrat üstə gəl b kvadratı və b bölünsün kök altında a kvadratı plus b kvadratının kvadratları cəmi bizə 1 verir. Məsələn, mən bunu kvadrata yüksəlsəm, olacaqdır a kvadratı bölünsün a kvadrat üstə gəl b kvadratı, üstə gəl ikincisini də kvadrata yüksəlsəm, b kvadratı bölünsün a kvadratı plus b kvadratı. O da bərabərdir. Orta məxrəc buradan alınacaq təbii ki 1. Əgər bunların kvadratları cəmi 1 verirsə, bu bizə nəyisə xatırladır. Xatırladığı məsələ odur ki, mən burada deməli a bölünsün kök altında a kvadrat üstə gəlsin b kvadratına məsələn bir kosinus beta deyə bilərəm. Tutaq ki, b bölünsün kök altında a kvadrat üstə gəl b kvadratına da məsələn sinus beta deyə bilərəm. Yəni bunlar bir bucağın kosinusudur, digəri də həmin bucağın sinusudur ki, bunların kvadratları cəmi 1 eləyir. Diqqət edirsinizsə, kosinus kvadratı betana sinus kvadratı betana cəmi 1 eləyirsə, bunlar da 1 eləyir. O zaman belə bir maraqlı nəticə gəlib çıxırıq. Olur belə, kök altında a kvadratı plus b kvadratı deməli sinus x vurulsun kosinus beta üstə gəlinsin sinus beta vurulsun kosinus x. Bu da öz növbəsində bərabərdir. Kök altında a kvadratı plus b kvadratı. Bu mötərizənin için bizə düsturu verir. Olur sinus alfa plus beta. Və gəldi çıxdı bu sadə bir sinusdan asılı bir ifadəyə. Məsəl üçün, necə ki 5 vurulsun sinus, məsələn, x üstə gəlsin beta. Yəni bu ifadənin ala biləcəyi qiymətlər mənfi 1-dən 1-ə qədər deyildi. Yəni sinusun ala biləcəyi qiymətlər. Bunu da biz 5-ə vuranda mənfi 5-dən 5-ə eləyir. Bu da həmin şeydir. Yəni bu sinus x plus betanın yerinə mənfi 1-dən 1 yazanda cavab olur
mənfi kök altında a kvadrat üstə gəl b kvadratından kök altında a kvadrat plus b kvadratına qədər. Ümid edirəm ki, faydalı oldu. Çalışın mümkün qədər, bacarınız qədər qaydaları istər həndəsə, istər cəbirdə səbəb-nəticə əlaqəsini başa düşərək öyrənin. Belə olduğu təqdirdə həm o məlumat, informasiya sizdə qalıcı olacaq, yadınızdan gec çıxacaq. Həm dərsə qarşı marağınız daha artacaq. Nəinki əzbərləmək. Əzbərləmək bir o qədər də yaxşı effekt vermir. Hamıya uğurlar. Növbəti dərslərdə görüşərik.